Kinnik jurnalistlər də az qala qızıl qələm sahibi oldular. Fahişələr qeyrətli Azərbaycan qadını, translar da mərd kişi obrazına girdilər. Sizi qınamıram ki, Azərbaycan cəmiyyəti üçün elə tərəfini saxladığınız, dəstəklədiyiniz translara və fahişələrə ehtiyac var. Mənim gördüyüm bundan ibarətdir və bir daha əmin oldum ki, bu cəmiyyət üçün düzü-düz, əyrini əyri göstərməyə ehtiyac yoxdur. Siz elə bilirsiniz ki, bu toplu bir şəkildə sosial şəbəkələrdə üzərimə gəlirsiniz, bir çağırışlar eləyirsiniz. Səidə xanım çıxıb məcburi köçkünlərdən üzr istəməlidir. Yox, əzizlərim, səhviniz var. Mən məcburi köçkünlərdən üzr istəməyəcəm. Mən özümdən üzr istəyəcəm ki, məhz bu cəmiyyət üçün sona qədər dirəşmişəm. Haqqı tapdalanların haqqını tələb eləmişəm. Şəhid şəkillərinə toxunmayın deyib efirdə ağlamışam. Düz deyirsiniz. Başqa aparıcılar kimi sinə göstərməmişəm, boy göstərməmişəm, gecə köynəyi ilə efirə çıxmamışam. Siz ona görə mənə hörmət etmirsiniz. Mənim qadın kimi dediklərimin bir çoxunu siz kişi olaraq deməmisiniz. İndi mənim əleyhimə kampaniya aparanlaradır buradan sözüm. Mənə deyilən sözün bir cümləsini siz eşitsəydiniz, məsələyinizi də sonlandırardınız, əlinizdəki qələminizi də qırardınız. Amma mən mərd olaraq döyüşmüşəm.